məsələ budur. Deyir, qaçanda hər şeyin dadı, yeməyin, içməyin dadı, bu süfrədə sənin adın axır ki soraqlanacaq. Ramiz Rövşən deyir, axır ki sənə də ehtiyac olacaq. Misal üçün, məsələn, konkret bir misal çəkim. Ata öz övladına bütün təminatları edir, hər şeyi maddi olaraq, əyləncə olaraq, onu gözəl restoranlara aparır, dünyanın gözəl şəhərlərinə gəzdirir. Amma dəyərləri onu öyrətmir. Və günlərin birində bu uşaq dəyərləri öyrənməyən, atasından öyrənməyən bu uşaq atasını qozalar evinə aparır. Dostlardan biri, iş adamlarından biri ilə söhbət edirdi. Deyirdi ki, şərqlə qərbi müqayisə edirdi. Nə qədər qloballaşma dönəmi olsa da, transformasiya olsa da, əzizim, şərq hələ şərqdir, hələ də.